Bəzi kadrlar var, çəkilir, lakin yayımlanmır. Bəzi sözlər var, deyilir, amma eşidilmir. Bu veriliş çoxdan hazır idi. Toz basmış disklərdə, yaddaş kartlarında, beynimin bir küncündə gözləyirdi. Hər dəfə vaxtı deyil dedin. Hər dəfə biraz da gözlə dedin. Amma həqiqət odur ki, bəzi şeylər çəkildiyində yox, zamanı gələndə yayımlanır. Bir zamanlar Vüqar Biləcəliyə belə finalda qalib gələn, Telekanallarda meyxana deyildikdə adı ilk sıralarda səslənən. lakin yaxın zamanlara qədər efirlərdə bir o qədər görünməyən qonağımız Vüqar Şiriyevdir. Hər birinizi salamlayırıq. Uzun bir aradan sonra O Hardadır proyekti yenidən efirdədir. Bugünkü qonağımız bir çoxlarımızın tanıdığı meyxanası Vüqar Şiriyevdir. Salamlayırıq səni qardaş. Çox sağ olun, mən də Xoş oldu salamlayırım. sənə. Çox sağ olun, mənə də xoş oldu. Qardaşım, istəyərik keçək suallara icazə ver. Buyurun, xoş olar. Vüqar, birinci sualımız belədir ki, Vüqar Şiriyev özünü kənardan bir insana təqdim etməli olsaydı, necə təqdim edərdi? O baxır o kənardakı insana. Yəni o kənardakı insanın, yəni həmin insana kimdən ki söhbət gedir, o insana layiq olan tərz. Vüqar Yasamal niyə əvvəlki kimi efirlərində və toy məclislərində görünmür? Efirlərdə və toy məclislərində bir müddət meyxanadan uzaqlaşdığım səbəb görünməməyin. İndi bir müddət var ki, təzədən sənətlə məşğul olmağa başlamışam. Sənət elə bir şeydir ki, yəni söhbət sənəti dərindən başa düşən adamlardan gedir. Sənət elə bir şeydir ki, o bir sənət bir insanın daxilində varsa, yəni bununla doğulubsa, onu tərk eləmək istəsə də sənət onu tərk eləməyəcək. Bir insan özündən heç yerə qaça bilməz. Mən bir çox başqa işlərdə uğurlar da qazandım, ancaq nə qədər elədim, yenə də yəni, sənət məni atmadı. Mən sənəti atmaq istəsəm də sənət məni atmadı. Ona görə gördüm ki, bu qədər sədaqətlidirsə, bu qədər etibarlıdırsa, mən niyə atıramdım? Ona görə Yaxşı elə. təzlənlər. Yaxşı eləmirsən, qayıtmışsan edəcək. Çox sağ ol. Bir sualımız da var ki, Vüqar Şiriyev De Gəlsin layihəsinin finalında rəhmətli Vüqar Biləcəliyə qalib. Allah rəhmət eləsin. Allah. Lakin Vüqar Şiriyevin populyarlığı Vüqar Biləcəlinin populyarlığı qədər olmadı. Səncə səbəb nədir? Biraz bunu bəxtə də bağlayıram. Yəni sənətlə məşğul olan adamın tanınması üçün biraz bəxti də olmalıdır. Yəni tək istedad kifayət eləmir. Yəni onu ya təqdim eləməlidir. İstedadlı adamlar da öz istedadını təqdim eləməyi xoşlamır. Yəni istedadlı adamlar biraz tənbəl olurlar istedadsızlarla müqayisədə. Biraz mən tənbəlliyimə də bağlayıram bunu. Vüqar, rəhmətli Vüqar bilirsiniz də, yəni tamaşaçılar da yəqin ki hamısı bilir. Allah kömək olsun, Allah qapısını açsın. Rəşad Dağlı'nın toyundan tanındı. Rəşad Dağlı'nın toyunda da Vüqarın meyxana demək fikri yox idi əslində. Biz orada bir dost kimi, mənə uşağı kimi, bir yaxın kimi Rəşadın toyunda Ələkbərlə mən meyxana işini idarə eləməyi bizə tapşırılmışdı. Mən Vüqarı zorla da artıq gətirdim səhnəyə. Ki, yox, sən tərcih etmək fikri var. Dedim, tərcih etmək istəyirsən də özün bilərsən, qərar sənindir. Ancaq burada meyxana dinəndə. Bunu deyir, sonra tərk edərsən. Hə, bunu deyir, sonra tərk edərsən. Mən olar, Pərviz, Sabirabadlı Pərviz idi, Vüqar idi, Orxan idi. Onlar mən dartdım, gətirdim ki, gəlin siz ödəyim. Elə yaxşı ki, elədim bunu. Azərbaycan Vüqar kimi bir sənətkarı tanıdı. Mən Vüqar qədər populyar olmamağımın səbəbi, mən həmin o Vüqarın o toyda ki, meyxana dedi, mən onu bəxtə bağlayıram. Vüqarın orada çıxış eləməyi ilə Vüqarın bəxti gətirdi ki, o ilə tanıdı. Mənim o dərəcədə bəxtim gətirməyib sənətdə. Yəqin ki, ona görədir biraz da yəni boynumdan atmaram, biraz da öz tənbəlliyim. Vüqar meyxanadan başqa gəlirini hardan təmin edir? Hal-hazırda ancaq meyxana. Bir də mən bir şey də açıqlayım özüm haqqında. Mən müğənnilər üçün, bir çox müğənnilər üçün mahnı yazmışam.
Hətta aralarında xalq artisti Faiq Ağayevçin də, yəni bizim böyük sənətkarımız, xalq artistimiz Faiq Ağayevçin də bir mahnı yazmışam. Xatirə xanımçının, Natıqan Əbibi üçün bir çox müğənnilər üçün mahnı yazmışam. Hal-hazırda gəlirimi meyxana bir də müğənnilər üçün yazdığım mahnılarla təmin edir. Vüqarın ustadı var. Yox. Sənət. Yox. Kumir seçdiyi hansısa ustad var ki? Var, əlbəttə ki var. Mənim fikrimcə o deyirlər 3 aylığında ana bətnində körpə olanda ruh gəlir, daxil olur bölümünə. Mənim fikrimcə Məşədi Baba ana bətnində olanda ona daxil olan ruhu elə məhz get dünyada meyxanadır, dünyanı meyxana ilə tanış elə niyyəti ilə göndəriblər. Mənim fikrimcə bu günə qədər Azərbaycanda meyxana sənətinə Məşədi Baba boyda sənətkar hələ gəlmir. Sənin keçmişə qayıtmaq imkanın olsaydı, neçənci illərə dönmək istəyərdin? İndiki ağlımla əgər keçmişə dönsəydim, təxminən bir 10 il bundan qabağa qayıtmaq istəyərdim ki, o vaxt ki, yəni nələr ki eləməli idim, tənbəllik elədim, eləmədim. O işləri tənbəllik eləməzdim, eləyərdim o işləri. Təxminən bir 10 il bundan qabağa. Elə adamlar var ki, onlarla bir məclisə düşmək hər hansı bir insana xoş olmur. Adam var ki, məsələn, mən deyirəm ki, o varsa orada mən gəlməyim qardaş. Sənin də elə bir meyxanası var ki, məclis danışanda və yaxud hər hansı bir tədbirdə, hər hansı bir efirdə iştirak eləmək. Soruşursan, onun adı çəkilir. Deyirsən ki, qardaş, onda mənə üzrlü sayında mən gəlmək istəmirəm. Əslində sualda bir sualda 2 dənə sual var. Xoşuma gəlməyən meyxana deyənlər var, əlbəttə ki var. Mən istəməzdim ki, ümumiyyətlə onlarla tanışlığım olsun. Nəinki onlarla meyxana demiş, tanışlığımın olmağını istəməzdim. Az çəkməyəcəm, təbii ki. Ancaq elə bir şərt yoxdur məndə ki, filan kəs varsa mən gəlmirəm. Yox, elə bir şey yoxdur. İstənilən adam olsun, düz lap xoşuma gəlməsə də, istənilən adam olsun, mən istənilən adamla bir məclisi. Sağ xoşuma gəlmədiyi Hə, xoşuma gəlmir. Meyxananla bildirəcəksən, yox, o nə deyəcəksə ona bacardığım qədər cavab verəcəm. Mən insanın şəxsi kiminsə haqqında olan, bir meyxanadiyanın digər meyxanadiyan haqqında olan şəxsi fikirlərini meyxanaya daşımasını mən bəyənmirəm, xoşlamıram elə bir şey, yox. Əgər kimlənsə bir narahatlığın varsa, hansı meyxanadiyanı bəyənmirsənsə, bunu onun özü ilə həll edər. Bunu meyxanaya daşımaq lazımdır. Ruslan Müslüqavatda bir dəfə efirdə yaxşı söz demişdi. Bir var, bir meyxanadiyan səndən meyxana deyil, bir də var ki, üzvə deyə bilmədiyi sözləri meyxana ilə deyil. Bu, kişiyə yaraşan şeydir. Sözün varsa, yəni meyxanadan kənar, bunu sənətə niyə daşıyırsan, bunu cəmaatın arasına niyə daşıyırsan, bunu niyə bilməlidir, toy əhli niyə bilməlidir ki, bəli də, o özü ilə əldə edə, bunu niyə bilməlidir toy zamanı? Bizim araşdırdığımız qədər, əlimizdə olan məlumatdan belə bilirik ki, sənin bir oğlun var. 2 övladım var, oğlum bir dənə oğlum. Allah sağ Çox sağ olun, Allah canım Bəs babalar. istəyərsən ki, oğlun da meyxanadiyan olsun? Əgər mən istədiyim qədər öhdəsindən gələ biləcəksə, hə, niyə də yox. meyxana sənətində Vüqar adlı meyxana deyənlər həddindən çox üstünlüyü təşkil edir. Ən çoxu vüqarlardır. Fikir vermirsən yəqin ki. Bu vüqarları siyahıya salsaq altlarını, özü bu siyahıda neçənci kimi görürsən? Birinci deyə bilmərəm. Çünki mən lap elə gənc yaşlarımdan Məşləqalı Vüqar Əbdülovun yaradıcılığının böyük bir azarkeşi olmuşam. Günün bu gününəcən mən Vüqarın yaradıcılığına böyük hörmətlə yanaşıram. Ona görə mənim fikrimcə, əgər belə bir siyahı hazırlansa, mənim fikrimcə onun başında Vüqar Əbdülov gəlməlidir. Yaşına görə onun ardınca Qoblu Vüqarı deyərdim, çünki sənətdə az əziyyəti yoxdur onun da, böyükdür. Əslində Biləcəri Vüqar bir çox tərəflərdən, şeiriyyatın, sənətin bir çox tərəflərindən Qoblu Vüqarla müqayisə olunacaq meyxanadiyan da, çünki Qoblu Vüqar, Biləcəri Vüqarın, yenə deyirəm, sənətin bəzi tərəfləri var ki, o tərəfləri Vüqar, Biləcəri rəhmətli Vüqar qədər bilmirdi, Qoblu Vüqar o qədər bilmirdi. Ancaq təcrübəsinə görə, yaşına görə, stajına görə dalıca ikinci Qoblu Vüqarı deyərdim. Üçüncü,
əlbəttə ki, biləcəri Vüqarı baxmayaraq ki, mən dəqiqəsində finalda Vüqara qalib gəlmişəm. Mənim fikrimcə 3-cü həmin siyahıda biləcəri Vüqar gəlirdi. Onun dalıyca Vüqar varsa çıxsın da var. Vüqarın həyatında elə bir an olub ki, demirsən ki, bu sondur. Yox, meyxanada elə bir şey olmayıb. Ya nə mənada bu sondur? Sənəti tərk etmək məsələsi səbəb, yenə deyirəm, bir müddət uzaqlaşmışam. Ancaq burada sənəti saxlayıram, burada sənətlə mən qurtardım. Onu lap desəm də yenə də özümə demişəm ki, axı bu mümkün olan şey deyil. Yenə deyirəm, insan özündən ayrıla bilməz axı. Mən hara qaçsam da, dünyanın harasına getsəm də mən meyxaniyənəm. İnsan özündən içində olan nəyisə necə çıxarda bilər? Bu, əgər sənlə bir yerdə doğulubsa, bu səndədir, sənin bir parçandır, sənin bir Sən hissəndir. onu tərk edərsən, o səni tərk edir. Sən də onu tərk edə bilməyəcəksən. İndiki bu meyxananı görürsən də efirlərdən, YouTube-dan, sosialdan. Sənin fikrincə, şəxsi fikrin olaraq meyxana hal-hazırda tənəzzülünü yaşayır, yoxsa zirvəsini? Düzün deyim, yəni görməyinə görürəm. O efirlərdə də, YouTube-da da, sosial şəbəkələrdə də. Sadəcə, yəni sosial şəbəkədə gəzişəndə qabağıma çıxır, mən üçün maraqlı olan baxıram. Açığı mən yadıma gəlmir axırıncı dəfə oturum, yəni bir meyxana qoyum, meyxanaya bax. Yadıma gəlmir axırıncı dəfə meyxana baxmışam. Baxdıqlarım ancaq video kaset dövrlərində olan meyxana deyəndə. İstədiyin meyxananı tapmırsan, yoxsa istəmirsən baxmağı? Bilirəm ki, istədiyim meyxanadır. Baxanda bir qafiyə, bir misrasına, bir kupletinə, ikinci kupletinə baxıram, bilirəm ki, bu mən istəyən meyxanadır. Qaldı ki, sənətin tənəzzüldə yoxsa zirvədə olmağı haqqında. Meyxana bu dəqiqə zirvədədir. Ancaq tənəzzülün zirvəsindədir. Çox təəssüf ki, tənəzzülün zirvəsindədir. İndi təzə həvəsli olan meyxananı bəyənən, eşidən, xoşuna gələn cavanlar 20 ildən sonra meyxananın Nupaqadini olduğunu, kökünün Nupaqadini olduğunu düşünəcəklər. Çünki bunu görəcəklər, bununla böyüyəcəklər. 20 ildən sonra olacaq onların 40 yaşı. 40 yaşında fikirləşəcəklər ki, bu meyxana keçmişi Nupaqadidən başlayır. Bizim dövrlərdə deyilən meyxanalar ki var idi. Məsəl üçün Məşəd babanın, Kərimin, Vüqarın, Ağa Mirzənin, bir çox başqa meyxana deyənlərin, Aydının. Bunların dediyi meyxana ilə indi deyilən meyxananın arasında yerlə göy qədər fərq var. Yox, sən indi Nupaqadini qeyd edirsənsə, fikir və hörmətlə yanaşıram. Amma sən burada Pünhan Əzimin, Abdullah Abbasının açdığı stildə qafiyələr də var da, yəni çətin əruz üzərində, yəni bəhirlər, çox baş yandıran qafiyələr açılırlar. Bəlkə o gələcək nəslin qabağına onlardan çıxdı elə. Ola bilər onlardan çıxdı, ancaq o da meyxananın xeyrinədir. Yox, meyxananı bu günə qədər yaşadıb gətirən meyxanada olan dəyişmədir. Meyxananın kökü dəyişmədir. Meyxananı sən əruza çevir, nə bilim, Füzulinin yazdığı qəzəli çevir qafiyəyə bəlahətən belə o qafiyə, ən azından o qafiyə dərəcəsində meyxanadır, əla. Bu gözəl şeydir. Ancaq bu kütləyə lazım olan meyxanadır. Kütləyə lazım olan meyxana meyxananın dəyişməsidir. Ancaq multfilm formasında yox. Məsəl üçün, Məşəd baba ilə Kərimin meyxanalarına baxın, bir-birindən söhbət eləyirlər elə bir. Bu sual verir, o birisi cavab verir, çox yüksək səviyyədə. İndi o meyxananın sambalı ilə indiki meyxananın sambalını qoyun tərəziyə görün, nə qədər fərq var. Bu, yəni cəmaatda bu zövqü formalaşdırmaq lazım idi. Necə ki formalaşdırmışdılar. Getdikcə o qədər, yəni sambalca çəkidə yüngül olan meyxanalar, qafiyələr tutuldu ki, tamaşası zövqü korlandı. Tamaşasının zövqü korlandı. Tamaşaçı bu günləri o dərəcəli meyxanaları istəmir. Xiridar istəyir də, xiridar prosta 100 nəfərin arasında xiridar taparsan 3 nəfər, 5 nəfər. Yerdə qalan tamaşaçının zövqü ancaq
bu cür meyxanalarla korlandı. Ona görə deyirəm ki, 20 ildən sonra bu zövqlə davam eləsə, bu zövqün tamaşaçıları sabahları o meyxananı istəyəcəklər. Məşədobanın Kərimin Zadın meyxanasını istəməyəcəklər. Bunun üstündə işləmək lazımdır. Bu tamaşaçıların zövqünü formalaşdırmaq lazımdır. Yoxsa yenə deyirəm, meyxana tənəzzülün zirvəsindədir. Bizim o hardadır verilişimizin dəyişilməyən bir sualı var. O sual da ki, bizim yerimizdə olsaydın, özünə hansı sual verərdin? Sualıdır. Mən ümumiyyətlə fəlsəfəni çox xoşlayıram. Belə ağlım kəsməyə başlayandan təxminən 20 ilə yaxındır. Mən niyə sualı ilə yaşayıram? Heç bu siz istədiniz, istəmədiniz. Mən 20 ildə o sualı özümə verirəm. Niyə? Mən istəyərdim soruşasınız məndən ki, burada nə edirsən? Burada yox ha, yəni söhbət ümumiyyətlə mən yer kürəsindən danışıram. Sən burada nə işin? Və biz sonda bəzi meyxanaçılardan özəl yazmalarından və ya yayımlanmamış fərq eləmir. Bir hissə istəyərdi ki, canlı bizi üçün ifa eləsin. Sən hər hansı bir əl yazma bu ifa eləyə bilərsən. Problem yoxdur. Səkan yəni bu dəfə deməli var. Deməli var. Olmaqdan var, yarımçıq işlərim doludur açığı. Tənbəllikdən. Tamamlanmamasının səbəbi tənbəllikdir. Yəni. Bayaq qeyd etdiyim kimi ki, tənbəllik var məndə. Tənbəllik var, hə, tənbəllik mən inkar edə bilmərəm. Tənbəllik doğrudan da var. Və hətta bəzi meyxanaçılar da var ki, danlayırlar mənə buna görə. Ki, sən əgər istəsən, böyük işlər görə bilərsən. İndi başlamışıq da, görək nə olur. İnşallah efirlərdə, ekranlarda görəriksən. İnşallah. Belə bir dənə əl yazmam var idi. Bu heç yerdə səslənməyib, heç yerdə. Əgər istəyirsinizsə, Xoş olar bizə. gözəlim artıq itirdi, itənər bir şeyi biz. Yenidən başlamayaq, gəl bitənər bir şeyi biz. Yenidən başlamayaq, gəl bitənər bir şeyi biz. Bilirik ki, bitib hər şey, daha ey nazlı mələk. Gecdi artıq günahı, kimdəsə gəzmək nə gərək. Yaxşısı bunca budur, incə və xoş xatirə tək. Yaxşısı məncə budur, incə və xoş xatirə tək. Saxlayaq yaddaşımızda ötənər bir şeyi biz. Saxlayaq yaddaşımızda ötənər bir şeyi biz. Bir-birindən qaçırıb göz qaçırıq gözləmədən. Danışır yoxsa ki gözlər dilimiz söz demədən. Doğular körpə ümidlər özümüz istəmədən. Geriyə qaytararıq qəflətən hər bir şeyi biz. Gözəlim artıq itirdik, itənər bir şeyi biz. Yenidən başlamayaq, gəl bitənər bir şeyi biz. Sənə də çox sağ ol deyirik ki, vaxt ayırdın. Bizim verilişimizə qonaq buyurun. Estağfurullah, mən təşəkkür edirəm ki, mənə də yad elədiniz, mənə də verilişə çəkmək fikrinə irəli sürdünüz. Çox sağ ol. İnşallah yenidən yaxın bir zamanda digər sənətçilərlə, o hardadır deyəcəyimiz sənətçilərlə yenə də yanınızda olacaq. Növbəti efirlərdə kimi görmək istəyirsinizsə, kommentlərlə qeyd edin. Biz də onları axtaraq tapaq. Sizin yanınıza. Kanala abunə olun, bu kanalda maraqlı işlər var. İnşallah. İnşallah. Sağ ol. Çox sağ olun. Sağ olun. Sağ olun.